Kəndimizin maraqlı yerlərindən biri də mənim düşüncəmcə buradır. Bu Taxtsəngəl adlanan yerdir. Bir gözəl yerdir, elə bir ki, birdən-birə elə bir ki, bura kəndə tərəf gedən yoldur. Buraya isə meşə iki tərəf gedən yoldur. Elə bir tünəyə gedirsən, sakit. Ancaq cırcıramaların səsi gəlir. Aşağıdan da çay axır. Burada çox sert bir yokuş var. Şimdi çalışacağız ki oranı çıxaq. Maşın dilini desək, buradan birinci skoruna çıxmaq lazımdır. Bax elə dediyim sert yokuş buradır. Buradan başlayır. Burada da bu il bu yazda axan seller oyun çıxartır. Bura geniş yol idi, fikir verin. Buranı demək olar şimdi atla eşeğlə odun gətirənlər buradan yağın ki, biraz çətinliklə keçirlər. Dağdı buranı. Və çaydı, çayın bir hissəsidir. Bizim kəndin içindən keçən çay əslində iki hissəyə bölünür. Biri budur, bir də aşağıda yenə birləşirlər. Sonra iki dənə axdan ibarətdir. Bu məşhur Taxtsəngəl deyilən yerdir bura. Təsəvvürləyin ki, mən indi bu kənddə böyümüşəm də. Buranı mən bu yaxınlarda bir 2-3 gündən qabaq, yəni təqaüdə çıxandan sonra tanımışam buraları. Elə Taxtsəngəl dedilər. Bilmirdim haradır. İndi bildim ki, buradır. Çox sərt bir yoxuşdu, facondur. Ki yavaş yavaş inşallah çıxacaq. Ve orada bir maraqlı yerde oldu ki, sonra güzel bir böyle deyək, açıqlığa gedir yol. Təəssüf ki, bu il ot biçilməyib orada, biraz geçmək çətin olacaq. Vahidin yeri de orada, İsmail dayının oğlu. Onun yeridir. Deyəsən biçmiyor, geçen dəfə götürdüm. Gitmiştim oradan, biçməmişdi. Koy. Çıxım axıra kimi. Sonra yamaca çıxacaq oradan. Çıktık, kurtardık. Tenge nefes almam mümkün değil. Çünkü çok sert bir yokuştu. Dostlar. Bak buradan yolcu meşeye gidin ne baksa. Bu yolla da gitmek istedim. Ancak gelmemişim. Bak bu yolla. Buradan ise hemen dediğim yamaca çıxır bura. Yamaca çıxır bura. Biçilməyib. Biçilməyib. Amma heç çətinliklə baxsa gedəcək yer yoxdur. Keçən dəfə o adam paltarına çorabına yapışan biter. Yapışan kimi otlar var. Onlar çox indi deyərin ki, otlar sıralı onlar yoxdur artıq. Böyle bir manzara açılır. Telefonun yaddaşı o kadar yaxşı değil, ona göre uzun müddet çekebilmirəm.
Yoxsa burada çox maraqlı, uzun müddətli bir sənədli film çəkmək olar bu ərazilərdən. Bu ərazilərdən. Bu əməklər dediyim kimi, buradan aşağıdan dərədir və çay gibi. Derenin dərinliyinə baxın. Adam gözü qaralır. Meşəlik. Belə. Belə. Qoy yuxarı çıxaq. Oraya kimi de videolar çəkim. Baxın, gözə təbiətdir bu burada. Buradan hara baxırsan gözəllikdir. Fikir verirsinizmi? Hara baxırsanın gözəlliyidir. Şimdi ben bunu çekeceğim bu Facebook ve diğer sosyal şebekelerde adeten video biraz uzun olanda çetin yükleme olur. Gerek olursa olmursa. Benim maksadım elə buraya kimi çekmeydi. Buradan artık kendi evler görünür. Buradan aşağı düşüp sonra ise orada da çayda bir derin yarğan əmələ gelip oradan da keçib getmək lazımdır. Belə dostlar, baxın, zövq alın.